Xətai rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı Abşeron rayon sakini 29 yaşlı Emin Seyfullayev və tanışı 28 yaşlı Yadigar Məhərrəmov saxlanılıblar. Emin Seyfullayevin idarə etdiyi Ravon markalı avtomobilə baxış zamanı hər iki şəxsə məxsus 29 kiloqram 290 qram marixuana götürülüb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 46 yaşlı Vüsal Mehrəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 1 kiloqram 780 qram heroin və 9 kiloqram 420 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırma aparılır.